Salam əziz izləyicilər. Belə bir sualımız var. Sual abituriyentlərə aiddir. DİM 2026-cı ildə qəbul imtahanına saldığı suallardan biridir. Açıq sualdır. Alqoritmlər bölməsinə aiddir. Sualda belə bir funksiya verilir. Daxil edilmiş n sayda x tam ədədi üçün y funksiyasının qiymətini hesablayıb, alınan qiymətlərdən 60-dan böyük olanların cəmini çıxışa verən alqoritmin blok sxemini qurun. Əvvəla tapşırığı düzgün başa düşmək lazımdır ki, blok sxemi düzgün qura bilək. Təkrar bir də baxaq. Daxil edilmiş n sayda x tam ədəddir. N sayda x-in varsa, hər x-də verilmiş funksiyanı təkrar hesablamalıdır. Düzdürmü? Təkrarlanma varsa demişik dövr alqoritmidir. Qeyd edirəm burada dövr alqoritm. Bu alqoritm olacaq dövr alqoritm. Sonra, əgər dövr alqoritm isə və n bu dövrü yaradırsa, mən n-ə nə etməliyəm? Bir şərt verməliyəm ki, dövr haradasa bitsin. Hazıram. Bax, n üçün bir şərt qoymalıyım. Sonra, x-in hər qiymətində y hesablanmalıdır. Baxırsınız, burada özünüz də görürsünüz ki, 2 dənə şərt var x-ə qoyulmuş. Yəni, bu şərtlərdən biri ödəndikdə, məsələn, birinci ödəndikdə bu ifadə hesablanacaq. Bu ödəndikdə, ikinci şərt ödəndikdə. Onun qarşısındakı ifadə hesablanmalıdır. Xülasə, biz x üçün də bir şərt qoymalıyıq. Bu artıq göz qabağındadır, bunu görürük. Bir şərt də burada qoyulur. Y hesablandıqdan sonra y-in qiymətlərinin arasından 60-dan böyük olanların cəmini seçin deyir. Deməli, biz burada da bir şərt qoymalıyıq ki, 60-dan böyük olanların cəmini çıxışa verir. Bura biraz genişlənsin, geniş rahat yazaq. İndi başlayaq alqoritmi qurmağa. Əvvəla başlanğıc, təbii ki. Sonra n daxil ediləcək. N daxil edirəm. Daha sonra, əgər mən cəmləmə eləyirəmsə, cəmi hesablayacağamsa, deməli bir s dəyişəni daxil eləməliyəm. Demişik, cəmləmə olanda ilkin qiymət 0 mənimsədirik, hasil olanda 1. Sonra, dövr üçün bir şərt qoymalıyamsa, onda bir dənə dəyişən daxil eləyərəm. A olsun. A-ya da ilkin qiymət 1 daxil edəcəm. Mənimsədəcəm. İndi dövr üçün şərt qoya bilərəm. Necə qoyum? A kiçikdir, bərabərdir. Yəni, nə qədər A-nın qiyməti n-dən kiçikdir, dövr davam eləsin. Bir qolumuz olacaq hə, digər qolumuz olacaq yox. Əgər şərtim ödənməlisə, deməli dövr bitdi. Dövr bitdisə, mənə nə eləməlidir? Sonda cavabı çap eləməlidir. Ona görə də yazıram bura S çap eləsin və son. Amma hələ hən qolum var. Hən qolunda nə eləməliyik? Əgər şərt ödəndisə, deməli x-ə bir qiymət daxil edilməlidir. X daxil eləyirəm. Daha sonra x-in qiyməti məlumdur. İndi mən x üçün bu şərtləri yoxlamalıyam ki, nə hesablasın. Şərtlərdən birini qeyd edək bura. Məsələn, birincini x böyükdür 75. Əgər şərt ödənirsə, həndirsə, qabağındakı ifadəni hesablayacaq. 2x çıxır 56. Yoxdursa ilə avtomatik deməli bu şərt ödənir. Kiçik bərabərdir 75. 75-dən böyük qiymət deyilsə, deməli 75-in ya özüdür, ya da ondan kiçik qiymətlərdir. Yəni, bu şərt avtomatik ödənir. Ona görə də 10x plus 7 yox qoluna yazırıq. 10x üstəgəl 7. İndi buradan aldığımız qiymətlər, y üçün aldığımız qiymətlər nə etməlidir? Gəlib yoxlamalıdır ki, gəlib yoxlamalıdır görək, y-in qiyməti 60-dan böyük yoxsa yox, artıq 3-cü şərti yazıram. Bax, 1, 2 şərti yazdım, bayaq qeyd elədim. İndi 3-cü şərt 60-dan böyük olub olmadığını yoxlamalıyam.
Nəyin? Y-in. Y böyükdür 60-dan. Hang olur. Hang olursa nə olmalıdır? Təbii ki, S hesablamalıdır. S bərabərdir. Çünki 60-dan böyük olduqda cəmi taplayır. S üstə gəl Y. Əgər yox doludursa, onda nə edəcək? Cəmləmə aparmayacaq, birbaşa keçəcək A-nın qiymətini hesablamağa. A-da bir addım artırda bilirsiniz. Hər ikisi gəlir hara? Bax, dövrə. Məncə o qədər də çətin deyil. Biraz uzundur, amma diqqətli olsa düzgün işləmək olar. Baxın, indi qurduğumuz alqoritmə baxaq. Deməli, n qiymət daxil eləyəcək. N üçün qiymət daxil edirik. Sonra S-ə 0 mənimsətmişik, A-ya 1 mənimsətmişik. N-ə bir şərt qoyduq. Şərtimiz ödənmirsə birbaşa çapa gedəcək. Ödənirsə x qiymət daxil edilir. X-in şərti yoxlanılır. Şərtə görə ifadələr hesablanır. Hang olundan keçirik Y-i hesablayırıq. Çünki artıq Y üçün aldığımız qiymətlərdə 60-dan böyük olub olmadığı şərtini qoymalıyıq ki, cəmləməni düzgün aparaq. Əgər şərt ödənirsə cəmləmənin ardıca yenə A-nın növbəti addıma keçirik. Və buradan x növbəti x daxil ediləcək. Yox, ödənmirsə də yenə də A-nın növbəti addımına keçirik. Və sonda da nə vaxt ki dövr bitir, yəni bu şərt nə vaxt ödənir, yox qoluna keçib S çap olunacaq. Bu qədər.